Ay dostum, üzr istəyirəm. Ay dostum. Hə, buyur. Ay çox sağ ol. Görəyə heç fikir də verməmişəm. Hə, de bax düz orada salmışdın. Evsiz eşiksizsən? Bəli. Pulların hamısını da geri qaytardın. Aha, pula ehtiyacım var. Əlbəttə ki, bilirsən, bu o deməkdir ki, sən insanlara aid olan şeyləri oğurlamırsan, onlara geri qaytarırsan. Ay sağ ol, mən oğru deyiləm. Geri qaytardığın üçün sənə kiçik hədiyyə etmək istəyirəm. Həqiqi? Mənə görə bu böyük şeydir. Bunlar da sənin üçündür. Bundan sonra görəcəkləriniz sizin qəlbinizdə hərarəti yaradacaq. Çox təşəkkür edirəm. Dəyməz. Yaxşı. Bəs sənin adın nədir? Jay. Məmnun oldum. Sən böyük adamsan. Çox sağ olun. Geri qaytardığın üçün sən çox sağ ol. Onlar bu şəxsi izləməyə başladılar ki, görəsən bundan sonra nə edəcək? İndi isə o gedib yemək dükanının qarşısında dayandı. Əlindəki bütün pulları dükana verdi. Əvəzində isə digər evsiz eşiksiz adamlara yemək aldı. Necə də yaxşı insandı. Jay, mən sənə müəyyən məbləğdə pul verdim. Sən isə gedib insanlara sevgi payladın. Nə üçün belə etdin? Halbuki etməyə də bilərdin. Düşünürəm ki, paylaşmaq edilməsi zəruri olan şeydir. Onlara kömək edirsən, onlar da sənə. Nə qədər çox verirsən, o qədər də çox alırsan. Allah qorusun, mənim bir hamilə xanımım var. Çox şükür sağlamdır və hər şey qaydasında da gedir. Dua edirəm, hər gün ağlayıram və dua edirəm ki, hər şey yaxşı olsun. Biz indi küçədəyik, özün də bilirsən ki, xanımı isti şəraitdə saxlamaq çox çətindir və ürəyini sıxma, narahat olma. Gəl səni qucaqlayım. Əlbəttə, gəl mən də səni qucaqlayım. Çox sağ ol. O nə sözü, xoşdur. Bəs bu kağızda nə yazmısan? Bunların birində yazmışam ki, mən evsiz eşiksiz bir veteranam. Sən veteransan, hə? Bəli, veteran idim. Bəs niyə dayandın? Mənim çox zədələrim var. Sənin heç boynun sınıb? Mən rabitəçi idim, amma məni döyüşə atdılar. Orada heç vaxt görmək istəmədiyim şeyləri gördüm. Uşaqların zədə almasını, şəhərlərin səbəbsiz viran qalmasını, mən olmaması gerəkən çox şey gördüm. Başa düşürsən də, hə? Onlar çox yanlış işlər gördülər. Odur ki, heç vaxt geri qayıtmaram. Deməli, ayağım və boynun zədəlidir. Bəli, bir bax burada zədə var. Aha, görürəm. Dizimdə qapaq və vint var. Jay, sən həqiqətən də çox yaxşı insansan. Başqalarına kömək etdiyin üçün mən həmin məbləği bir daha səni geri qaytarıram. Sən daha artığına layiqsən. Bu, sənin və ailən üçündür. Bu bir köməkdir, çox sağ ol.